Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, əgər Avropa İttifaqı mövcud problemlərini aşmaq və yeni dünya nizamında layiqli yerini tutmaq istəyirsə, Türkiyəyə tam hüquqlu üzvlük verməlidir. O, bu fikirləri Antalyada keçirilən diplomatik forumun rəsmi açılış mərasimində səsləndirib. Bu barədə Analog Astas'a istinadən bildirir. Gəlin Avropa İttifaqına üzvlük prosesimizin irəliləməsi üçün lazım olan siyasi iradəni ortaya qoyaq. Bu proses bəzən qorxu, bəzən də ayrı seçkilik və ay daxilindəki müəyyən oyunçular səbəbindən istədiyimiz kimi inkişaf etmir, deyə Erdoğan vurğulayıb. Türkiyə lideri Ankaranın Aİ üzvlük hədəfindən uzaqlaşdığı ilə bağlı tənqidlərin əsassız olduğunu bildirib. Əgər Avropa İttifaqı problemlərini aradan qaldırmaq və yeni dünya düzənində layiq olduğu təmsilçiliyi qazanmaq istəyirsə, Türkiyəyə Aİ-də yer verməlidir, deyə o əlavə edib. Qeyd edək ki, mart ayında Erdoğan Türkiyənin Avropa İttifaqının hərbi qüvvələrinin modernləşdirilməsi proqramında iştirak etməsi təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, daha əvvəl Türkiyə Rusiya ilə münasibətlərin soyuması ilə bağlı yayılan məlumatları təkzib etmişdi.